Deyək ki, x bərabər 1 cm olarsa, rəqləmiş hissənin sahəsi neçə kvadrat metr olar? Pi-də 3-dür. Baxırıq ki, bizdən rəqləmiş hissənin sahəsini istəyirsə, mərkəz hissəyə bir nöqtə qoyuruq. Mərkəzləri eyni olan dairələr konsentrik dairələr adlanır. Rəqləmiş hissənin sahəsini tapanda, mən birinci ümumi dairənin sahəsini taparam. Sonra içindəki ağ dairənin sahəsini taparam. Ümumidən ağ dairəni çıxsam, yerdə qalacaq bu kənardakı halqa hissəsinin sahəsi. Ümumi böyük dairənin radiusu, əgər x 1-ə bərabərdirsə, tərəf 1-dirsə, 1, 2, 3, 4. Böyük dairənin radiusu 4 olacaq. R bərabərdir 4. Sahə düsturumuz S bərabərdir pi r kvadratı olduğuna görə, R 4-dürsə kvadratı 16 pi olacaq. Ümumi sahə 16 pidir. Bir də içərisindəki ağ hissənin sahəsini, ağ dairənin sahəsini tapsam, bunun radiusu nə qədərdir? 1, 2, 3. Radiusu 3-dürsə, bəs sahəsi nə qədər olacaq? R-ə əsasən 3-ün kvadratı olacaq 9 pi. Deməli, bura 9 pi'miş. Ümumi sahədən, yəni 16 pi'dən biz 9 pi'sini çıxsaq, yerdə qalacaq 7 pi. Əgər pi-də 3-dürsə, pi-nin yerinə gətir 3 yaz, 3 vur 7, 21. Yəni, bu qədər asan.